Ağlınız və vaxtınız xeyir ailəsin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 7-ci oyunundayıq. Əziz abituriyentlər, əgər siz də Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazimlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz ayınısə, aynısının özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Bugün də 9 iştirakçım var və bu 9 iştirakçının bir-biri ilə ağıl, savad, bilik savaşına çıxacaqlar və sonunda bir nəfər qalib olacaq. İştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Lamiyə Mehdiyeva, Bakı şəhəri 274 saylı tam orta məktəb. 3-cü ixtisas qrupu üzrə böyük əziyyətlə qəbul imtahanına hazırlaşan Lamiyə boş vaxtlarında musiqiyə qulaq asır. Vaxt olduqca rəssamlıqda da özünü sınıyır. Ən çox sevdiyi rəssam Tahir Salahovdur. Fransa və Norveçdə yaşamaq böyük arzularındandır. Lamiyənin ən çox sevdiyi müəllif isə Agata Kristidir. Ağa Dadaşzadə, Bakı şəhəri 299 saylı məktəb liseyi. İkinci ixtisas qrupu üzrə hazırlaşır. İqtisadiyyat sahəsinə böyük marağı var. Boş vaxtlarında futbol oynayır. Dediyinə görə zədələnməsəydi, indi dünyada sayılıb seçilən futbolçulardan idi. Real Madrid və Bakı klublarının azar keçidi. Çingiz Abdullayevin kitablarını oxuyan ağa Liverpoolda da olub. Rüfət Hidayətzadə, Sumqayıt şəhəri 10 saylı tam orta məktəb. Birinci ixtisas qrupu üzrə Sumqayıt Dövlət Universitetinə hazırlaşır. Mühəndis olmaq istəyir. Ən böyük arzusu universitetə qəbul olmaqdır. Boş vaxtlarında bədii ədəbiyyat oxuyur və maraqlı məlumatlar toplayır. Rüfət İsveçrədə olmaq arzusundadır və Ağıl Dəryasında qalibiyyətə çox inanır. Müsabir Gülməmmədov, Qəbələ rayonu Xırxatala kənd tam orta məktəbi. Üçüncü ixtisas qrupu üzrə Qafqaz Universitetinə hazırlaşır. Boş vaxtlarında şahmat oynayır. Ən çox sevdiyi şahmatçı Harri Kasparovdur. Ağıl Dəryasında qalibiyyətə 50% inanır. Müsabir gələcəkdə mütəxəssis kimi elə Azərbaycanda işləmək istəyir. Əliağa Kamilov, Bakı şəhəri 101 saylı orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə hazırlaşır. Boş vaxtlarda bədii ədəbiyyat oxuyur. 90% əmindir ki, Ağıl Dəryasında birinci olacaq. Ən çox sevdiyi şair Səməd Vurğundur. Əliağa gələcəkdə Norveçdə işləmək istəyir. Səid Qocayev, Bakı şəhəri 35 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə İqtisad Universitetinə hazırlaşır. Boş vaxtlarında kitab oxuyur və Azərbaycan filmlərinə baxır. Səidin ən çox sevdiyi siyasətçi Adolf Hitler, müəllif isə Cəlil Məmmədquluzadədir. Gələcəkdə İsraili həm gəzmək, həm də orada işləmək istəyir. Suad Süleymanlı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi. İkinci ixtisas qrupu üzrə Azərbaycan Diplomatik Akademiyasına hazırlaşır. Gələcəkdə ixtisasçı olmaq istəyir. Boş vaxtlarında ingilis dilini təkmilləşdirmək üçün ingilis dilində filmlərə baxır. Amerikada olmaq Suadın ən böyük arzusudur. Xüsusən də New Yorku çox arzuluyur. Nigar Cəfərova, Bakı şəhəri 322 saylı tam orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə hazırlaşır. Nigar boş vaxtlarında şeir yazır. Tarixi çox sevir. Xüsusən Şah İsmayıl Xətaini ən maraqlı tarixi personaj sayır. Ən çox sevdiyi Azərbaycan filmi Böyük Dayaqdır. İtaliyanın Venesiya şəhərində olmaq böyük arzusudur. Rəşad Cabbarlı, Abşeron rayonu 33 saylı tam orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi hazırlaşır. Boş vaxtlarında rep dinləyir, arada futbolda oynayır. Almaniyada olmaq böyük arzularındandır. Yazıçılardan Qaraqanı sevir. Rəşad siyasətlə qəti maraqlanmır. Oyunumuza birinci turla başlayacağıq. Birinci turun qaydaları belədir. Birinci turda 10 sual səsləndirəcəm. Səsləndirdiyim sualların 4 cavab variantı olacaq və sizə müəyyən vaxt verəcəyik ki, düzgün cavabı seçib göstərəsiniz. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz və bundan sonra düzgün bildiyiniz cavabı seçib göstərə bilərsiniz. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. 10-cu sualımız ənənəvi milli mahnı və musiqilərlə bağlıdır. Beləliklə, birinci turun birinci sualı belədir. Almaniyanı federal quruluşlu, parlamentli və prezidentli respublika elan edən Weimar Konstitusiyası neçənci ildə qəbul edilib? 1918, 1919, 1920, yoxsa 1921-ci ildə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun birinci sualına 4 nəfər düz, 5 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B 1919-cu il olacaqdı. İkinci sualımız belədir. Çayın axın enerjisi nəticəsində süxurların parçalanıb, yuyulub aparılması prosesi necə adlanır? Subasar, terras, çay eroziyası, yoxsa eroziya bazisi? Buyurun, vaxt getdi.
Vaxt bitdi. Birinci turun ikinci sualına 6 nəfər düz, 3 nəfər səhv cavab verdi və sualımızın düzgün cavab variantı C. Çay eroziyası olacaqdı. Üçüncü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, üçüncü sualımızdan sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. İnsanda ağciyər qovcuqlarının divarı hansı toxumadan əmələ gəlib? Eninə zolaqlı əzələ, bir qatlı epitel, qığırdaq, yoxsa çox qatlı epitel? Buyurun, vaxt getdi. Vaxt bitdi. Üçüncü sualımıza 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı B. Bir qatlı epitel olacaqdı. Birinci turun üçüncü sualından sonra ilkin nəticələriniz belədir. Lamiyə 3 xalla birincisən, Ağa, Suat, Nigar. Sizin hərənizin 2 xalı var, ardıcılığı bu cür davam etdirirsiniz. Müsabir, Əliağa, Səyid. Sizin hərənizin 1 xalı var. Rüfət və Rəşad. Sizin hərənizin 0 xalı var. Dördüncü sualımızsa belədir. Havanın müqaviməti nəzərə alınmadan müəyyən hündürlükdən üfüqi istiqamətdə atılmış cismin hərəkət trayektoriyası hansıdır? Paraboladır, düz xətdir, hiperboladır, yoxsa ellipsdir? Buyurun, vaxt getdi. Vaxt bitdi. Dördüncü sualımıza 5 nəfər düz, 4 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı A. Paraboladır olacaqdı. Beşinci sualımız belədir. Mendeleyevin elementlərin dövrü sistemində 101-ci element kimin adı ilə bağlıdır? Mendeleyev, Curie, Einstein, yoxsa Nobel? Buyurun, vaxt getdi. Vaxt bitdi. Beşinci sualımıza 5 nəfər səhv, 4 nəfər düz cavab verdi. Sualın düzgün cavab variantı A. Mendeleyev olacaqdı. 6-cı suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 6-cı sualdan sonra birinci turdakı ikinci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Ayağa qarqar təcnisinin müəllifi kimdir? Aşıq Alı, Aşıq Şəmşir, Aşıq Ələsgər, yoxsa Aşıq Abbas Tufarqanlı? Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza 5 nəfər düz, 4 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. Aşıq Ələsgər olacaqdı. Birinci turun 6-cı sualından sonra ikinci nəticələriniz belədir. Lamiyə və Suat, hərənizin 5 xalı var. Nigar 4 xalla 3-cüsən. Ağa, Müsabir, sizin hərənizin 3 xalı var. Əliağa və Səyid, sizin hərənizin 2 xalı var. Rüfət və Rəşad, sizinsə hərənizin 1 xalı var və 8-9-cu yerləri bölüşdürürsünüz. 7-ci sualımız belədir. Həqiqəti açıb söyləmək bəlkə də hər şeyə son qoymaq deməkdir. Cümləsinin mübtədası nə ilə ifadə olunub? Məstərlə, fe'li sifət tərkibi ilə, məstər tərkibi ilə, yoxsa ikinci növ təyini söz birləşməsi ilə? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 6 nəfər düz, 3 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. Məstər tərkibi ilə olacaqdı. 8-ci sualımız belədir. Nəzm əsərlərində misraların sonunda təkrar olunan söz və ifadələrə nə deyilir? Qafiyə, rədif, tam qafiyə, yoxsa beyt? Buyurun, vaxt getdi. Vaxt bitdi. 8-ci sualımıza 2 nəfər səhv, 7 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı B. Rədif olacaqdı. 9-cu suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlı olan sualdır. İndi burada biləcəyik görək kim ingilis dilini bilir, kim bilmir. Sualımız belədir. I am going to bed when, nöqtələr, my work, I finish, I finished, I will finish, yoxsa I was finished. Buyurun, vaxt getdi. Vaxt bitdi.
9-cu sualımıza ingilis dili ilə bağlı olan ənənəvi suala 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı I finish olacaqdı. 10-cu sualımız da ənənəvi sualdır. Burada milli mahnı və musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. Görək kim milli mahnıları dinləyir, kim dinləmir. 10-cu sualımıza milli mahnı və musiqilərlə bağlı olan suala 8 nəfər səhv, 1 nəfər düz cavab verdi. Düz cavab verən iştirakçımız Nigar sənsən. Buna görə səni təbrik edirik. Sualımızın düzgün cavab variantı A. Oktay Rəcəbov olacaqdı. Bu alqışlar da Nigar sənin üçündür. Və dinlədiyiniz mahnının adı Zəfəran adlanırdı. Siz bu mahnını Azərbaycan musiqi sənətində hər zaman yaşayacaq olan sənətkarımız Mirzə Babayevin ifasında dinlədiniz. Mahnının sözləri isə dəyərli şairimiz Nüsrət Kəsimənliyə aid idi. 10-cu sualımızda beləcə dinlədiniz, amma çox təəssüf ki, 8 nəfər iştirakçı bunu düz tapa bilmədi. Birinci turun yekun nəticələri isə belədir. Lamiyə, Suad, Nigar. Sizin hərənizin 7 xalı var və ilk üçlükdəsiz. Müsabir 5 xalla 4-cüsən. Rüfət və Əliağa, sizin hərənizin 4 xalı var, 5-ci, 6-cı yeri bölüşdürürsünüz. Adını çəkdiyim bu 6 iştirakçı artıq ikinci turdadır. Sizi təbrik edirəm. Ağa və Rəşad, sizin hərənizin 3 xalı var. Səyid 2 xalla sonuncusan. Ağıl Dəryasının ən gərgin, ən həyəcanlı turu olan ikinci tura başlayırıq. Artıq ikinci tura başlayırıq. İkinci tura keçməniz münasibəti ilə sizi təbrik edirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə blitz suallar təqdim edəcəm. Ən çox suala düz cavab verən 3 iştirakçı 3-cü tura keçə biləcək. Adətən ikinci turda iştirakçılarımız həyəcanlanırlar, gərginləşirlər və sair bəhanələr göstərirlər. İndi bəzilərində bu bəhanə olur, bəzilərində bəhanə olmur. Qeyd edirlər ki, bəs suallar tez-tez səslənir və biz düşünə bilmirik, cavab verə bilmirik və s. Yəni, ikinci turun mahiyyəti də odur ki, suallar tez-tez səslənsin və siz də suallara dolğun cavab verəsiniz. Həyəcanlanmaq, gərginləşmək lazım deyil. İkinci tura Lamiyə səninlə başlayacaq, əhvalın necədir? Yaxşı, siz necəsiz? Biz də yaxşıyıq. Neçə olmaq istəyirsən? Dillər Universitetinə hazırlaşıram, tərcüməçi. Hansı dildən hansı dilə tərcümə eləmək istəyirsən gələcəkdə? Fransız dili və ya İtalyan. Niyə məhz fransız və ya İtalyan dili? Qulağa xoş gəlir ona görə. İndi qulağa xoş gəlir deyəsən, bütün gələcək həyatını bu dillərlə bağlamsan? İngilis dili həm də ki, bu dəqiqə çox insan bilir, ona görə digər dilləri bilmək daha avantajlı olardı. Məktəbinizdən razısanmı? Razıyam. Təmirindən, istilik sistemindən və s. və ilaxır. Təzə təmir olunub, hər şey qaydasındadır. Təzə təmir olunubsa, yəqin ki, sizdən fond pulu yığmırlar. Yox, yığmırlar. Heç vaxt yığmayıblar. Yığmayıblar. Bəs məktəbinizin əvvəlki rəhbərliyi necə? Fond pulu yığırdı? Məlumatım yoxdur. Sən o məktəbdə oxumurdun? Mən oxumağa başlayandan əvvəl dəyişilib rəhbərliyi. Yəqin ki, sən də rastlaşmısan ki, bugün şəhərimizin mərkəzində, yəni Bakının mərkəzində gəzməyə çıxanda görürük ki, hamı rus dilində danışır, ingilis dilində danışır. Və rus dilində bilməyənlərə yuxarıdan aşağı baxırlar. İndi sən də gələcəkdə Dillər Universitetində təhsil almaq istəyən bir abituriyent kimi buna münasibəti necədir? Təbii ki də pisdir. Əsas odur Azərbaycan dilində yaşayırıq. Azərbaycanda yaşayırıq, Azərbaycan dilini tam bilməliyik. Digər dilləri hər kəsin öz ixtiyarında da öyrənə də bilər, öyrənməyə də bilər. Hazırsansa başlayaq. Başlayaq. Lamiyə, 1 dəqiqə vaxtın getdi. Nəzm əsərlərdə sözlərin ancaq bir hissəsi arasında səsləşmə olarsa, belə qafiyələr necə adlanır? Tamam qafiyələr. Düzdür. Gözün hansı strukturunun fəaliyyətinin pozulması toyuq korluğuna səbəb ola bilər? Pas. Çöpcüklərin ingilis dilindən tərcümədə qulaq sözü necə səslənir? Düzdür. İdarə oluna bilən zəncirvari nüvə reaksiyasının aparıla biləcəyi qurğu nə adlanır? Pas. Nüvə reaktoru. Hansı ədəbi xadimimiz Nizədar və Çuvalduz imzaları ilə tənqidi əsərlər çap etdirib? Pas. Mirzə Ələkbər Sabir. Faydalı qazıntılarla zəngin olduğuna görə Kiçik Qafqazın şimal yamacı necə adlandırılır? Azərbaycan Uralı. Xalçanın rəngi neçənci növ təyini söz birləşməsidir? 3. Düzdür. Uruqvayın paytaxtı hansı şəhərdir? Pas. Montevideo. Sasanilər dövlətində sənətkar və tacirlərdən alınan vergi necə adlanırdı? Xaraq. Necə? Xaraq. Bac. Ariometrin iş prinsipi hansı qüvvənin təsirinə əsaslanır? Pas. Arximed qüvvəsinin dünyanın ən hündür, yoğun və uzun ömürlü çılpaq toxumlu bitkisi hansıdır? Pas. Sekvoya.
Lamiyə, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sən isə 3-ünə düz cavab verdin. İndi birazdan biləcəyik, görək bu 3 düz cavab səni 3-cü tura apara biləcək, yoxsa yox. Növbəti iştirakçımız Suat, sən əhvalı necədir? Çox sağ olun, yaxşıyam, siz necəsiniz? Biz də yaxşıyıq. Neçə olmaq istəyirsən? İqtisadçı. Harda işləmək istəyirsən? Hələ dəqiq bilmirəm. Seçim eləməmsən? Xeyr. Yaxşı, harda oxumaq istəyirsən? Azərbaycan Diplomatik Akademiyasında. Diplomatik akademiyada oxumaq istəyirsən. Niyə məhz ora? Yəni, mənim fikrimcə... Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinə də gedə bilərdin. O da olar, hələ... Yəni ki, əsas hədəfim adadır. Azərbaycanın hansı ölkə ilə diplomatik əlaqələrindən razı deyilsən? Bu barədə məlumatım yoxdur. Yəni, maraqlanmırsan? Maraqlanıram, sadəcə olaraq hansı ilə zəif olduğunu bilmirəm. Bəs iqtisadçılarımızın fəaliyyəti ilə necə? Maraqlanırsanmı? Yəni, tanıdığın bir iqtisadçı varmı? Azərbaycanlılardan gedir söhbət. Xeyr, yox. Tanıdığın iqtisadçı yoxdur. Xeyr. Bəs dünyada necə? Bunun da xəbərim yoxdur. Bəs bugünkü təhsil sistemimizdən razısanmı? Bəli, razıyam. Nə çatmır? Bizim məktəbdə hər şey çatır. Türkiyə Dəyanət Vəkfi Bakı Türk Liseyindən gələn iştirakçılarımızın həm bilik səviyyəsi yuxarı olur, həm də orada bilirik ki, hər şey qaydasındadır, şəffafdır. Ümumi Azərbaycan təhsilindən söhbət gedir. Yəni, bizim təhsil sistemimizdə nə çatmır? Məncə, müəllimlərin maaşı çox aşağıdır. Sənə dərs deyən müəllimlərin maaşı yüksəkdirmi? Bəli, bizim məktəbdə yüksəkdir. Ona görə də həmin liseydən gələn iştirakçıların savadı da yüksəkdir. Deməli, müəllimin məvacibi yuxarı olmalıdır ki, cəmiyyətdəki savad, bilik göstəricisi də yüksək olsun. Hazırsansa başlayalım. Suat, bir dəqiqə vaxtın getdi. Roma şəhəri neçənci ildə salınıb? Eramızdan əvvəl 3-cü əsrdə. Bizim eramızdan əvvəl 753-cü ildə çevrə üzrə bərabər sürətli hərəkətdə bir tam dövrə sərf olunan zaman fasiləsi necə adlanır? Dövrətmə periodu. Düzdür. İngilis dilində böyrək sözü necə səslənir? Kidney. Düzdür. İlk dəfə quruya çıxmış bitkilər hansılardır? Pas. Psilofitlər. Birinci növ söz birləşmələri hansı sintaktik əlaqə ilə yaranır? İdarə. Yanaşma. Zəmanədən şikayət şeirinin müəllifi hansı ədəbi xadimimizdir? Mirzə Əkbər Sabir. Mirzə Fətəli Axundov. Moldovanın paytaxtı hansı şəhərdir? Kişinyov. Düzdür. 180 saniyə neçə dəqiqədir? 3. Düzdür. Konjunktivit hansı orqanın xəstəliyidir? Göz. Görmə orqanının. Səthə çıxaraq daha tez soyuyan, məsaməli və az sıxlığa malik olan suxurlar necə adlanır? İntruziv. Effuziv suxurlar. Franklin Roosevelt neçənci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti seçildi? Pas. 1933-cü ildə maddələrin hansı xəstələri var? Pas. Fiziki və kimyəvi. Suat, bir dəqiqə ərzində 12 sual səsləndirdim, sən isə 5-inə düz cavab verdin. Görək indi bu 5 cavab səni hara aparacaq? Evə yoxsa 3-cü tura? Növbəti iştirakçımız Nigar, sən əhvalı necədir? Yaxşıyam, sağ ol. Necə fikirləşirsən? Qalib ola biləcəksən bugün? İnşallah, Allahın əlindədir. Yox, indi sənin savadının əlindədir əslində. Yox, bəzən şansdan da çox şey asılıdır. Artıq bir dəfə iştirak eləmisən Ağıl Dəryasında və son anda məğlub oldun. 3-cü tura qədər gəlib çıxdın və yaxşı da oyun nümayiş etdirdin. Ağıl Dəryasından sonra məktəbdə müəllimlərin nə dedi sənə? Məktəbdə müəllimlərim, yəni bu hərəkətimi, yəni özümə güvənməyimi alqışladılar, lakin yenə də dedilər ki, biraz da səbirli olmağı öyrən. Yəni insanın səbirsizliyi, bir də son anda özünə inamı onu nəticədə məğlubiyyətə gətirib çıxarda bilər. Bugün Azərbaycan təhsil sistemində nə çatmır Nigar? Bugün Azərbaycan təhsil sistemində keçən dəfə də dediyim kimi, yenə də eyni suala gəlir, çox şey çatmır və təhsil sistemində əsas çatışmamazlıqlardan biri də məhz hazırlıq sisteminin, yəni repetitor sisteminin olmasıdır ki, yəni biz gündəlik bizim belə baxanda 9-10 fənnimiz var da, 3-cü qrup şagirdi bunların hamısını yəni oxumağa məcburdur. Yəni oxumaq olar, sadəcə yəni qiymətlər də təsir göstərir, yəni yaxşı olardı ki, Avropadakı kimi, Amerikadakı kimi fakültələrə ayrılaq. Yəni sən deyirsən ki, bəli, biologiya fakültəsi ayrı, tarix fakültəsi ayrı. 3-cü qrupa hazırlaşan abituriyent digər fənlər oxumasın, eləmi? Oxusun. Sadəcə müəyyən, yəni artıq bizdə biraz ciddi, daha ciddi rejimdir. Necə rejimdir? Yəni necə ciddi rejimdir? Nə edirlər siz orada?
Heç nə eləmirlər. Salıb bağlayırlar ağzınızı? Yox, təbii ki. Yox, yəni ümumiyyətlə, yəni fakültələrə ayrılsaq bizim sistemdə daha yaxşı olar. Axı onda da digər fənlər oxuya bilməyəcəksiniz. Digər fənlərə vaxt ayırsınlar, lakin lazımi dərəcədə. Məsələn, bizdə təmayüllər üzrə ayrılma, yəni təmayüllər üzrə ayrılma var. Lakin məsələn, təbiət təmayülü, məsəl üçün mən özüm, məsələn, sinifdə tək mənəm 3-cü qrup. Yəni Təbiət təmayüllü olmaq sənə nəsə fayda verirmi? Mənə fayda əslində vermir. Çünki 4 saat kimyanın, yəni 4 saat fizikanın olmağı əlbəttə ki, mənə pis təsirdir. Yəni təmayül ayrılma var. Sinifini dəyişə bilməzsənmi? Xeyr, o qaydanı da 11-ci sinifdən, yəni sinifi dəyişmək olmaz və təmayülə ayrılma, yəni sözdə var təmayülə ayrılma, lakin tətbiqində faktiki olaraq yoxdur. Hazırsansa başlayaq. Nigar, bir dəqiqə vaxtın getdi. Xəritədə yağıntıların miqdarı eyni olan nöqtələri birləşdirən xətt necə adlanır? İzoterimlər. İzoqiyet. İngilis dilində barmaq sözü necə səslənir? Finger, əli barmağı, toe, Düzdür. ayağı. İnsanda görmə analizatorunun mərkəzi beyin yarımkürələri qabığının hansı payında Pas, yerləşir? pas. Ənsə. Qasım bəy Zakir harada doğulub? Şurada. Düzdür. Atropat kimin ölümündən sonra müstəqil olaraq Atropatena dövlətinin əsasını qoydu? Perdikkinin. Düzdür. Metal manometr nəyi ölçür? Pas. Qazın təzyiqini. Əlvan metal filizlərin hasilatı, saflaşdırılması... Əlvan metallurgiya. Düzdür. Perunun paytaxtı hansı şəhərdir? Cusco. Lima. Hərəkətin icra olunub-olunmaması baxımından hansı feillər mövcuddur? Təsriflənən feillər, təsriflənməyən feillər. Təsdiq və inkar feillər. Bunlardan hansı təbii işıq mənbəyidir? İldırım yoxsa gündüz işıq lampası? İldırım. Coğrafiyanın yer səthinin su örtüyünü öyrənən bölməsi hansıdır? Hidrologiya. Düzdür. Sələbiyyə məsnəvisinin müəllifi kimdir? Pas. Məhəmməd Bağır Xalxali. Nigar, bütün emosiyalarına baxmayaraq 12 sual səsləndirdim. Sənsə 6-sına düz cavab verdin. İndi birazdan biləcəyik görək bu 6 sual sən 3-cü tura keçirdəcək yoxsa yox. Ağıl dəryasında reklamlardır. Reklamlar bitdikdən sonra gərgin mübarizəmiz davam eləyəcək. Bizimlə qalın. Növbəti iştirakçımız Müsabir. Sənsən əhvalı necədir? Yaxşıdır, sağ ol. Hardan gəlmirsən? Qəbələdən. Necədir vəziyyət orada? Yaxşıdır. Görüntü olaraq əladır. Yaxşı təbiəti var Qəbələnin. Bəli. İstirahət eləyənlər də çox olur orada. Günü-gündən artır. Bu sevindirici haldır. Hətta yaxşı futbol komandası da var Qəbələnin. İndi görək Müsabir Qəbələnin yaxşı abituriyenti ola biləcəkmi? Səncə ola biləcəksənmi? İnşallah olaraq. Nəçə olmaq istəyirsən? Tərcüməçi. Sən hansı dildən tərcümə eləmək istəyirsən? İngilis, rus. İngilis dilindən rus dilinə tərcümə eləmək istəyirsən. Rus dilini bilirsənmi? Bilmirəm, amma öyrənərəm. Bəs ingilis dilini bilirsənmi? Azdan, biraz. Az-maz bilirsən. Bəli. Qəbələdə necə? Fond pulu yığırlarmı? Fond pulu deyəndə hansı məna, yəni fond pulu Səndən hansı formada pul yığırlarsa, sən onu de bizə. Bizdən hələlik heç bir pul yığılmır, yəni. Süpürgə pulu, təbaşir Yo. pulu, müəllimlər günü pulu, 8 mart pulu, nə bilim, direktorunuzun ad günü, zavuçunuzun ad günü, sinif rəhbərinizin ad günü, sinif rəhbərinizin övladlarının, nə bilim, toyu, nişanı və s. və ilaxır. Pul yığmırlar bunlara görə. Yox. Müəllimləriniz necə? Hazırlıq pullarının qiymətini qaldırmırlar ki? Yox. Nə qədər verirsən bir fənn üzrə? 15-20. 15-20 manat. Bəli. Çox endirimli qiymətlərdir. Paytaxt abituriyentləri də qorxuram ki, Xırxatalıya gələrlər ki, orada hazırlaşalar. Çünki paytaxtda çox bahadır. Hazırsansa başlayaq. Başlayaq. Müsabir, bir dəqiqə vaxtın getdi. İngilis dilindən tərcümədə dırnaq sözü necə səslənir? Nike. Nail. Kimin ölümündən sonra Təbriz xanlığı tam müstəqil oldu? Pas. Fətəli xan Əfşarın Mişkətül Ənvar poemasının müəllifi kimdir? Pas. Abbas Qulağa Bakıxanov Azərbaycan dilində hansı üsluba mətbuat dili də deyilir? Bədii. Publisistik üslub. Rütubətin atmosferlə yer səthi arasındakı ardıcıl mübadilə prosesi necə adlanır? Suyun dövranı. Lingin tarazlıq şərti hansı qayda ilə müəyyən olunur? Pas. Momentlər qaydası ilə. Zigotdan blastulanın əmələ gəlməsi prosesini hansı termin daha dəqiq xarakterizə edir? Parçalanma yoxsa yetişmə? Parçalanma. Düzdür. Helsinki hansı ölkənin paytaxtıdır? Pas. Finlandiya. Türk ordusu Azərbaycanı tərk etdikdən sonra 1918-ci il noyabrın 17-sində ingilislər kimin başçılığı ilə Bakıya daxil oldular? Pas. General William Thompson'ın. Dağın ən hündür nöqtəsi necə adlanır? Zirvə. Düzdür. Məzmunda çoxluq, topluluq olan isimlər necə adlanır? Top isimlər. Düzdür. Müsabir, bir dəqiqə ərzində 11 sual səsləndirdim, 3-ünə düz cavab verdin. Bir balaca nəticən aşağıdır. Çalış, daha çox oxu ki, nəticən yüksək olsun.
Növbəti iştirakçımız Rüfət, sən əhvalın necədir? Sağ olun, yaxşıyam, siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Mühəndis. Elektrotexnika üzrə mühəndis olmaq istəyirsən və yerli şirkətlərdə çalışmaq istəyirsən. Niyə məhz xarici yox, yerli? Onlara üstünlük verirəm. Yəni, Əsasən. vətənpərvərlikdən mi irəli gəlir bu? Dəqiq deyəmərəm də, əsas Heç maraqlanmısan, yerli şirkətlərdə çalışan insanların məvacibi nə qədər olur? Yuxarı məvacib olur, aşağı olur. orta da. Amma xarici Yuxarıda. şirkətlərdə işləyənlərin məvacibi Məvacib yüksək olur, yüksək, eləmi? Niyə məhz sən yüksək məvacibə yox, aşağı məvacibə meylənmisən? Əsasən aşağı məvacib deyəndə ki, orta məvacibə üstünlük verirəm də. Sən istəmirsən çox pul qazanasan. İstəyirəm, təbii ki. Hə. Bəs niyə yerli şirkətləri seçmisən? Uşaqdan arzum o idi, yerli şirkətlərdə çalışmaq. Aydındır, başa düşdüm. Hansı universitetdə təhsil almaq istəyirsən? Hələ ya Sumqayıt Dövlət Universiteti, ya da Neft Akademiyasında, ikisindən arasında qalmışam. Sumqayıt Dövlət Universitetində təhsil necə, yaxşıdır? Bir Yoxsa mənə görə müəllimlər rüşvət filan alırlar? bir qədər eşitmişəm. Bir qədər eşitmirsən, nə qədər. eşitmirsən? Onun bir qədərini bizə də görək. Mənim var, doğruluğun olub olmamağını deyə bilmərəm, amma Eşitdiyini de, biz də heç kəsi tam eləmirik. Biz, bu sadəcə eşitdiklərimizdir. bir qədər deyil, elə bir pərakəndəvi işdir. Təhsil sistemi bir qədər deyil, aşağıda deyil. Yəni, o qədər də yaxşı dərs keçmir oradakı müəllimlər. Ümid eləyirəm ki, Sumqayıt Dövlət Universitetinin müəllimləri, inşallah sən universitetə daxil olsan, sənin gələcək müəllimlərin, səni yadlarında saxlayacaqlar və bu fikirlərinə münasibət bildirəcəklər. Hazırsansa başlayaq. Hazıram. Rüfət, bir dəqiqə vaxtın getdi. Şəki xanlığının əsası neçənci ildə qoyulur? 1870. 1743-cü ildə hüquq qanununun ödəndiyi maksimum gərginlik necə adlanır? Tənasiblik şərtdir. Düzdür. Aralıq sahibi kiçik göl ilbizi olan parazit qurtlar hansı sinifə aiddirlər? Zəlikimlər. Sorucu qurtlar. Anamın kitabı piyesinin müəllifi Hüseyin kimdir? Cavid. Cəlil Məmmədquluzadə. İsimlər cəmdə olarkən hansı şəkilçini qəbul edirlər? Larlər. Düzdür. Sidney hansı ölkənin paytaxtıdır? Yox, heç bir paytaxt deyil. Düzdür. İngilis dilindən tərcümədə kiprik sözü necə səslənir? Aylaş. Düzdür. Ərəblərlə Xəzərlər arasında 2-ci Bələncər döyüşü neçənci ildə baş verib? 957. 653-cü ildə. Mənşəyinə görə adalar neçə yerə bölünür? 2 yerə. 3 yerə. Qəflətən, sıçrayışla baş verən və irsən nəslə ötürülən dəyişkənlik necə adlanır? Mutasiya. Azərbaycan Milli Elmlər Akademiyası neçənci ildə yaradılıb? 1961. 1945-ci ildə. Kristalların fiziki xassələrinin seçilmiş istiqamətdən asılılığı necə adlanır? Anizotropluq. Rüfət, bir dəqiqə ərzində 12 sual səsləndirdim, sənsə 4-ünə düz cavab verdin. İndi Əliağanın cavablarından sonra biləcəyik ki, kim 3-cü tura keçir. Ona görə də hamı səni dinləyir Əliağa. Buyur, necəsən? Əla, yaxşım. Neçənci qrup hazırlaşırsan? Mən 3-cü qrup. Nəsə olmaq istəyirsən Əliağa? Mən tarixçiyim. Tarixçi olmaq istəyirsən. Harada işləmək istəyirsən gələcəkdə? Gələcəkdə şey istəyirəm, xarici ölkədə. Xarici ölkədə işləmək istəyirsən? Xarici ölkə düşünürəm ya da burada. Tarixi faktlarla yazılmış kitablardan razısanmı? Aha, bəli. Yəni, tarix dərsliyindən məsələn, sən razısanmı? Aha, bəli. Yəni, səhv zad olmur orada? Olur hərdən. Nə ilə bağlı olur o səhvlər? Orada bəzi cümlələrdə səhv olur. Cümlə quruluşu səhv olur. Aha, bəzi cümlələrdə. Bəs tarixi faktları göstərən rəqəmlər, illər necə? Yox, Onlar səhv olmur. onlarda səhv olmur heç vaxt. Yəni, ümid eləyək ki, Təhsil Nazirliyi və aidiyyatı qurumlar dərsliklərin hazırlanmasında daha əzmkar addım atacaqlar. Çünki dərsliklərimizdə müəyyən problemlər var. Ümid eləyək ki, gələcəkdə düzələr. Əliağa, bir dəqiqə vaxtın getdi. Verilmiş kütləli cismin sürəti 2 dəfə azaldıqda onun impulsu necə dəyişər? Aşağı. Aşağı. Necə aşağı? Yəni, daha dəqiq cavab ver. Aşağı düşür yəni. Neçə dəfə? 2 dəfə. Düzdür. Şərəfnisə xanım Mirzə Fətəli Axundovun hansı əsərinin qəhrəmanıdır? Hekayət Misej oradan. Düzdür. Cəbəl-ü Tariq hansı okeanın boğazıdır? Sakit Okean. Atlantik okeanın. Hansı fərdlərin zahiri görünüşündən onların genotipini müəyyən etmək olar? Pas. Resessiv. İngilis dilində dodaq sözü necə səslənir? Pas. Lip. Atabəylərdə vergi yığan şəxs necə adlanırdı? Amil. Necə? Amil. Xeyr, darğa. Anar şagirddir cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunub? İsim.
Düzdür. Bahadır və Sona romanının müəllifi kimdir? Cəfər Cabbarlı. Nəriman Nərimanov. Nəriman San Jose hansı ölkənin paytaxtıdır? Chicago. Necə? Chicago. Necə? Ç- Cavab variantın varmı? Var. San Salvador. Costa Rica. Costa Rica. Əliağa, 9 sual səsləndirdim, sənsə 3-ünə düz cavab verdin. Bəlkə də biraz həyəcanlandın, gərginləşdin, biraz hiss elədim, amma çalış tələbə qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanlarda nə həyəcandan, nə də gərginləş. Çünki orada sənin gələcək həyatınla bağlı əsas məqam həll olunacaq. İkinci turun yekun nəticələri isə belədir. Nigar 6 xalla birincisən və artıq 3-cü turdasan. Təbrik eləyirəm. Suad 5 xalla ikincisən və artıq 3-cü turdasan. Səni də təbrik eləyirəm. Rüfət 4 xalla 3-cüsən, sən də 3-cü turdasan. Səni də təbrik eləyirəm. Lamiyə, Müsabir və Əliağa. Sizin səhrənizin 3 xalı var. Ardıcıllığı bu cür davam etdirirsiniz. Qalibimizi təyin eləyəcəyimiz hər birinizin səbirsizliklə gözlədiyi 3-cü tura başlayırıq. Nigar, Suad və Rüfət. Artıq 3-cü turdasınız. 3-cü tura keçməniz münasibətilə sizi təbrik eləyirəm. Bu alqışlar da sizin üçündür. 3-cü turun qaydaları belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hər birinizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala, yəni öz sualınıza düz cavab verdiyiniz halda hesabınıza 2 xal yazılacaq. Öz sualınıza pas deyə bilərsiniz, səhv cavab verə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyuncu yoldaşınız öz sualına pas deyərsə, səhv cavab verərsə, siz oyuncu yoldaşınızın sualına düz cavab verdiyiniz halda hesabınıza 3 xal yazılacaq. Əgər hesabınızda xal varsa və oyuncu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Buna görə diqqətli olun, risk edib etməyəcəyinizi yaxşı-yaxşı düşünün. 3-cü turun birinci kateqoriyası Hər qışın bir baharı var adlanır. Hər qışın bir baharı var kateqoriyasının birinci sualı Nigar sənə səslənir, sual belədir. 2010-cu ilin sonlarından ərəb ölkələrində işsizlik, söz azadlığı, aşağı həyat səviyyəsi və sair ilə əlaqədar etiraz nümayişləri başladı. İlk qiyam Tunisdə baş verdi və sonra etirazlar Misir, Yəmən, Əlcəzairə də yayıldı. Ərəb ölkələrində baş verən bu silsiləli inqilab dalğası necə adlandırıldı? Bahar inqilabı. Yaxınlaşmısan, amma bu tam dolğun cavab deyil. Səhv cavabdır. Buyur Suad. Bahar əks inqilabı. Səhv cavabdır. Buyur Rüfət. Ərəb baharı. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 3 xal yazdırdım. Hər qışın bir baharı var kateqoriyasının ikinci sualı Suad. Sənə səslənir, sual belədir. Qış getdi, yenə bahar gəldi. Gül bitdi və laləzar gəldi. Quşlar hamısı fəqanə düşdü. Eşq odu yenə bu canə düşdü. Bu misralar hansı əsərdəndir? Bahar. Səhv cavabdır. Buyur Rüfət. Baharnamə. Səhv cavabdır. Buyur Nigar. Dəhnamənin bahar yessəsi. Tamamilə doğrudur. Sən təbrik edirəm, hesabına 3 xal yazdırdın. Əlavə məlumat kimi qeyd edim ki, Dəhnamə Şah İsmail Xətainin əsəridir. Hər qışın bir baharı var kateqoriyasının son sualı Rüfət sənə səslənir, sual belədir. Ələkbər Tağıyevin Zivər Ağayevanın sözlərinə bəstələdiyi bu mahnı uşaqların dilində çox məşhurdur. Mahnıda hadisələr baharda cərəyan edir. İfaçı köynəyinin rənginin qırmızı, yanağında isə xalının olduğunu deyərək uça bilmədiyini dəfələrlə bildirir. Söhbət hansı mahnıdan gedir? Lalə. Lalə. Daha dəqiq cavabını. Bahar laləsi də. Səhv cavabdır. Buyur Nigar. Mən baharın qızıyam. Aha. Köynəyi qırmızıyam, uçmağa yox qanadım, qızıl lalədir adım. Çölü düzü bəzərəm, əldən ələ gəzərəm. Yəni, mən baharın qızıyam. Tamamilə doğrudur. Bunu nəyə görə düz cavab kimi qəbul edirəm? Birincisi, sən mahnının sözlərini düz dedin. İkincisi də ki, sualımızın düzgün cavabı sənin səsləndirdiyin misrada var idi. Söhbət qızıl lalədən gedirdi və siz bu mahnını Respublikanın əməkdar artisti Lalə Məmmədovanın ifasında dinlədiniz və hesabına Nigar növbəti 3 xalı yazdırdım. Üçüncü turun birinci kateqoriyası olan Hər qışın bir baharı var kateqoriyasından sonra nəticələriniz belədir. Suad 0 xalın var, Rüfət 2 xalın var, Nigar 6 xalla birincisən. İkinci kateqoriyamız Sirlər xəzinəsi adlanır. Sirlər xəzinəsi kateqoriyasının birinci sualı Nigar sənə səslənir, sual belədir.
Bu qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Söhbət Azərbaycan Respublikasının hansı qanunundan gedir? Cavab variantın varmı Nigar? Xeyr. Buyur Suat. Azərbaycan Respublikasının gizlilik qanunu. Səhv cavabdır, bunu düz qəbul edə bilmərik. Buyur Rüfət. Dövlət sirrinin açılması. Yox, qanunun adı nədir? Dövlət sirrinin açıqlaması adlı qanun yoxdur. Dövlət sirrinin məxfiliyinin qorunması. Səhv cavabdır, bunu da qəbul edə bilmərəm. Söhbət dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunundan gedirdi. Təəssüf ki, heç biriniz buna düz cavab verə bilmədiniz. Rüfət hesabından bir xalda çıxıldı. Sirlər xəzinəsi kateqoriyasının ikinci sualı. Suat, sənə səslənir, sual belədir. Dedim, insaf elə, incitmə məni aşiqinəm. Dedi, get sirrimi dünyaya əyan eyləmisən. Bu misraların müəllifi kimdir? Nizami Gəncəvi. Səhv cavabdır. Buyur Rüfət. Səməd Vurğun. Səhv cavabdır. Hesabından növbəti bir xal çıxıldı. Buyur Nigar. Pas. Cavab variantım yox. Risk etmədin. Bəli. Sualımızın düzgün cavab variantı Əliağa Vahid olacaqdı. Görkəmli qəzəlxanımız Əliağa Vahidin Dedim, dedi qəzəlindən misra idi. Təəssüf ki, heç biriniz tapa bilmədiniz. Sirlər xəzinəsi kateqoriyasının son sualı Rüfət, sənə səslənir, sual belədir. Bir də görürsən ki, açılan solur, düşünən bir beyin, bir torpaq olur. Bir yandan boşalır, bir yandan dolur, nöqtələr. Səməd Vurğunun bu əsərinin sonuncu misrası necədir? Pas. Buyur Nigar. Çox məşhur şeirdir bu. Ay, bəli, bilirəm. Bilməyən yoxdur. Sadəcə riskə Cavab variantın varmı Nigar? Yox. Buyur Suat. Pas. Söhbət sirrini verməyir sirdaşa dünya misralarından gedirdi. Söhbət çox təəssüf ki, heç biriniz tapa bilmədiniz. Və Sirlər xəzinəsi kateqoriyasından sonra nəticələriniz belədir. Suat 0 xalın var, Rüfət 0 xalın var, Nigar 6 xalla hələlik birincisən. Üçüncü kateqoriyamız 9-10 qırmızı don adlanır. 9-10 qırmızı don kateqoriyasının birinci sualı Nigar sənə səslənir, sual belədir. Bu, Respublikamızın ərazisində nəsli kəsilmək üzrə olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Özündə Azərbaycanın bütün ərazisində və Xəzər dənizinin ölkəmizə mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi haqqında məlumatları əks etdirir. Söhbət nədən gedir? Çox sadə sualdır, qırmızı kitab. Doğrudur, Azərbaycan Respublikasının qırmızı kitabından gedirdi. Söhbət hesabına 2 xal yazdırdın. 9-10 qırmızı don kateqoriyasının ikinci sualı Suat, sənə səslənir, sual belədir. İngiltərədə çempionluq sayına görə birinci olan Manchester United futbol klubuna azarkeşlər hansı ləqəbi veriblər? Qırmızı şeytanlar. Tamamilə doğrudur, səni təbrik edirəm, hesabına 2 xal yazdırdım. 9-10 qırmızı don kateqoriyasının son sualı Rüfət sənə səslənir, sual belədir. Nobel mükafatı sahibi olan Orxan Pamuk bu romanı 1998-ci ildə yazıb. Hadisələr Osmanlı Sultanı II. Muradın hakimiyyəti dövründə İstanbulda cərəyan edir. Romanın özünə məxsusluğu odur ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar. İtaliya, Fransa və İrlandiyada mükafat alan, 46 dildə tərcümə olunan həmin roman hansıdır? Qırmızı İnqilab. Səhv cavabdır. Buyur Nigar. Pas. Buyur Suat. Pas. Söhbət Mənim adım Qırmızı əsərindən gedirdi. Çox təəssüf ki, heç biriniz bu sualı düz cavab verə bilmədiniz. 9-10 qırmızı don kateqoriyasından sonra nəticələriniz belədir. Rüfət 0 xalın var, Suat 2 xalın var, Nigar 8 xalla hələlik birincisən. Son kateqoriyamız Nə bağ bildi, nə də bağban adlanır. Nə bağ bildi, nə də bağban kateqoriyasının birinci sualı Nigar sənə səslənir, sual belədir. Hökümdar Navuxodonosor Midiya şahının qızı ilə evləndikdən sonra onun Babilin toz torpaqlı havasında qala bilmədiyini görüb bir bağ tikdirir. Bizim eramızdan əvvəl 7-ci əsrdə tikdirdiyi bu bağa həmin qızın adını verir.